Hər kəsə salam. Bu gün günlük həyatınızda istifadə edə biləcəyiniz 4 ifadə bölüşmək istəyirəm sizlərlə. Bu ifadələri mən The Big Bang Theory serialından seçmişəm. Elə başlayaq birinci ifadəmizdən. Bəzən hisslərimizi və ya məntiqimizi idarə edə bilməkdə çətinlik çəkirik və yaxud da heç idarə edə bilmirik. O zaman biz deyirik ki, ürəyə söz keçirmək olmur və ya sevgi məntiq tanımır. Yəni ürək kimi sevmək istəyirsə, onu da sevir. İngilis dilində biz bunu belə ifadə edəcəyik. The heart wants what the heart wants. Cümlədə də işlədək sizə daha aydın olsun. I know he is not perfect, but the heart wants what the heart wants. Bilirəm, o mükəmməl deyil, amma ürəyə söz keçirmək olmur. Yəni ürək istədiyini istəyir. İkinci ifadəmizi keçək. Bu olacaq bizim atalar sözümüz, nə əkərsən onu da biçərsən. Yəni nə yaxşılıq etsən, o da sənə eləcə geri qayıdır. What goes around comes around. Cümlədə işlədək daha da aydın olsun sizə. He lied to everyone. O hər kəsə yalan dedi. And now və indi nobody, heç kəs trust him. Heç kəs ona inanmır. What goes around comes around. Yəni nə əkərsən onu da biçərsən. Üçüncü ifadəmizi biz kimdən intiqam alarkən işlədə bilirik. Yəqin ki, siz də bilirsiniz, deyilir intiqam soyuq yeyilən və yaxud da servis edilən bir yeməkdir. İngilis dilində biz onu belə deyəcəyik. Revenge is a dish best served cold. Revenge is a dish best served cold. Bu o mənaya gəlir ki, yəni intiqamı planlı şəkildə almaq daha təsirlidir. İntiqam soyuq yeyilən, servis edilən bir yeməkdir. Bunu da cümlədə işlədək. He waited years before exposing the truth. Revenge is a dish best served cold. O həqiqəti üzə çıxartmaq üçün illərlə gözlədi. İntiqam soyuq yeyilən bir yeməkdir. Dördüncü və sonuncu ifadəmiz o olacaq. Bu da biraz tarixi ifadədir. Tutaq ki, biz hansısa çox çətin bir işin öhdəsindən gəlirik. Bunu o zaman istifadə eləyəcəyik. Çox çətin bir işin öhdəsindən gələndə adətən insanlar özlərini, yəni ingilislər özlərini və yaxud da Amerikalılar Hanniballa müqayisə edirlər. Yəqin ki, bir çoxunuz Hannibalı tanıyır. Alp dağlarını öz ordusu ilə birgə keçib Romaya hücum eləmək planı qurmuşdu. Bu çətinliyin öhdəsindən gələ bildiyi üçün tarixən belə bir ifadə yayılıb ki, özümə, yəni Hannibalın Alp dağlarını keçməsi kimi hiss etmək və yaxud da oxşatmaq. Bu ingilis dilində belə deyilir. Hannibal had crossed the Alps. Hannibal had crossed the Alps. Cümlədə işlədək gəlin. After passing the final exam, I felt like Hannibal had crossed the Alps. Final imtahanlarını keçəndən sonra özümü Hannibal Alp dağlarını keçmiş kimi hiss etdim. Belə. 4 ifadəmizin 4-cü açıqlama bölməsində yazılışı ilə paylaşacağam sizlər üçün. İstədiyiniz kimi qeyd apara bilərsiniz. Nə sualınız olsa, komment bölməsinə yaza da bilərsiniz. Ümid edirəm sizin üçün faydalı və yadda qalan olar. Görüşənədək. Hələlik.